Salam hörmətli tamaşaçılar. Müstəqil Azərbaycanın yeganə müstəqil televiziyası olan OTV-də hər birinizi xoş gördük. Bu dəfə özümdən danışacağam. 3 aydır işsizəm. Ona görə işsizəm ki, həmişə sözün doğrusunu, düzünü söyləmişəm. Və bu da kimlərinsə xoşuna gəlməyib və jurnalist olduğuma görə, Azərbaycanda müstəqil media olmadığına görə məni hansısa redaktorlar işə götürməyə qorxur. Ona görə qorxurlar ki, onlara peşəkarlıqdan daha çox yaltaqlanan, qarşılaşdığı problemləri dilə gətirməyən jurnalistlər lazımdır. Qeyri-peşəkar olsa da olar, başlıqlarda, mətnin içində yüzlərlə səhv buraxsa da olar, onların vecinə deyil. Çünki bircə yuxarıların qəzəbinə tuş gəlməsinlər, birdən aman zaman verilən o ovuc içi boyda olan yardımlar, maddi yardımlar da əksilib gedər, yoxa çıxar, nə bilim, yuxarılar daha ciddi tədbirlər görərlər, həbs təhlükələri yaranar və s. axır. Hansısa icra başçısına tənqid eləmək bu dəqiqə işini itirməyə bərabərdir. Hansısa nazirliyi tənqid eləmək işindən uzaqlaşdırılmaq deməkdir. Əvvəllər bələdiyyə sədrini, icra başçısını, nazirliyi çox rahat şəkildə tənqid eləmək olurdu. İndi nazirlikləri nadir hallarda tənqid edirlər. O da həmin saytlara, nə bilim, media resurslarına reklam verməyəndə. Bütün qurumlar, dövlət qurumları media resurslarına reklam adı altında rüşvət verirlər ki, əksəriyyətini deyirəm təbii ki. Onların problemləri işıqlandırılmasın. Onsuz da işıqlandırılsa nə dəyişəcək ki, indiki durumda? Xalq susub, xalqın, belə deyək də, dərdi ancaq bir qarın çörəkdir. Ancaq hazırki dərin səssizlik məni həqiqətən qorxudur bir Azərbaycan vətəndaşı kimi. Mən ölkəmdə inqilab olmağını istəmirəm. Nə bilim, İranın, Rusiyanın və digərlərinin vəziyyətinə düşməyini istəmirəm. Mən ölkəmi firavan görmək istəyirəm. Mən ölkəmin uşaqlarını gülərüz görmək istəyirəm. Bugün atalar uşaqlarının yanında başını aşağı salıblar, işsizdirlər. Onların istəklərini, nə bilim, bir şirin quş, nə bilim, bir oyuncaq istəklərini qarşılaya bilmirlər. Atalar, o atalar ki, müharibədə düşmən onları yenə bilmədi, öz övladlarının qarşısında, istəkləri qarşısında yenik düşdülər və düşürlər. Bugün Azərbaycan ziyalısı ölkəni tərk eləyib qaçmağa çalışır. Əvvəllər qınıyırdım, subay idim, bilmirdim. Deyirdim ki, nə olur olsun mübarizə aparmaq lazımdır. Bu ölkə üçün çalışmaq lazımdır. Bir yerdən qapı açılar, ancaq hələ ki o qapılar açılmır, hörmətli tamaşaçı. Və ölkənin ziyalıları bu xalqın önündə getmirlər ona görə ki, xalq onları vaxtilə yiyəsiz qoydu. Kütlə, getdilər Röyaya, nə bilim, Şəbnəm Tovuzluya, Üzeyir Mehdizadəyə və digərlərinə pul xərclədilər. Amma hansısa bir yazıçının, şairin 10 manatlıq kitabını almadılar. Hansısa ziyalı acından öldü evində, küçələrə atıldı, kirayə pulunu vermədiklərinə görə. Və ziyalı da xalqın önündən geri çəkildi. 1988-ci ildə xalqın önündə gedən ziyalılar indi görünmür o xalqın önündə, qarşısında. Yoxa çıxıblar, yoxalıblar. O deyir, bir məsəl var. İbrəti kimdən öyrəndin, canı çıxmış, gözü çıxmış qardaşdan. Belə bir məsəl deyirlər. Və bugün Azərbaycan ziyalısı yoxdur deyə kütlə də pərakəndə qalıb, başsız qalıb. Milli mənəvi dəyərlərimiz aşınır. Bugün boşanmaların sayı durmadan artır. Evlənən hər 3 nəfərdən biri boşanır. Bilirsiniz niyə? Dövlət uşaq pulu vermir. Bəli, psixoloji uyuşmazlıqlar və s. var, amma ən birinci səbəb sosioloji səbəbdir. Və bugün əhalimizin sayı azalır durmadan. Bilirsiniz niyə? Çünki insanlar cəmi bir uşaq fikirləşirlər. İkincini düşünənlərin sayı azdır. Ola bilsin, ucqar kəndlərdə falan 2, nadir hallarda 3 uşağa rast gələsiz. Ancaq biz 41-45-ci illərdə 600 min cəhbiyə insan yola saldıq. 3 milyonluq əhali. Onların yarısı geri qayıtmadı. Dünyasını dəyişdi, şəhid oldular. Amma 91-ci ildə bizim əhali artıq 7 milyona çatmışdı. Cəmi 40 il ərzində biz demək olar ki, 2 dəfədən artıq sayımızı artıra bilmişdik. Normal şərait var idi. Mən qətiyyən SSR-nin tərəfdarı olmamışam heç vaxt. Və müstəqilliyimizə həmişə şükür eləmişəm. Ona görə ki, xalq yaradıcılığının ən ali forması müstəqillikdir, dövlətçilikdir. Ya canım yanır deyirəm. Bu ölkəni hara aparırlar, neynirlər? Ölkənin ziyalısı ölkədən çıxıb qaçmağa çalışır. Ailəsini götürüb gedir. Kimə qalacaq bu ölkə? Nə etmək istəyirlər?
Hansısa məmurdan şikayət eləyə bilmirsən, hansısa nazirdən şikayət eləyə bilmirsən. Hələ lap yuxarıları nəzərdə tutmuram mən. Nə düşünürlər bu ölkə haqqında? Bax, siz yazın görək siz hansı problemlərlə üz-üzəsiz. Dərdinizi deyin, dərdimizi deməsək cəhənnəm eşitsinlər, əməl eləməsələr də olar. Yenə də deyirəm, mən 3 ayda işsizəm ona görə ki, doğruları, düzgünləri söyləmişəm. Və doğruları söylədiyim üçün ölkədə azad media olmadığına görə məni işə götürmürlər. Bu ölkənin indiki dırnaqarası jurnalistikasına savadlı, 18 il təcrübəsi olan jurnalist yox, savadsız da olsa olar. Nə bilim, başlıqda mətnin içində bir neçə səhv buraxan jurnalist olar, onlara həmkar deməyə dilim də gəlmir. Amma bizə həqiqəti deyən jurnalist olmasın, doğrunu yazan jurnalist olmasın. Bax, ölkədə jurnalistikanın vəziyyəti bu gündədir. İndi mən OTV vasitəsilə deyirəm, çatdırıram bunları. Ancaq və digərləri, başqalarını eynəsin. Durmadan, manat indi özünü qəpik kimi aparır ki. Əvvəl 100 manatdan 2 həftəlik bazarlıq eləmək olurdu. Çox uzağa getmirəm, 2019-2020-ci illər nəzərdə tuturam. Bəs indi 100 manatı 3 günlük bazarlıq eləyə bilmirsən. Millət acından batır. İnsanlar metroya minirsən, avtobusa minirsən, insanların üzündən zəhirmarlıq yağır. İnsanların bir-birinə etibarı da qalmayıb. Bayaq dedim, boşanmaların sayı artıb və nəsillər bir-birinə düşman olur. Bunun axırı hara gedib çıxır? Və dərin səssizlik var ölkədə, hamı susub. Heç kim səsini çıxarmır. Bunun axırı necə olacaq? Mən sizə deyim, axırı necə olacaq? Axırda yatmış vulkan partlayacaq və olan yenə də kasıb-küsub olacaq. Varı köçünü götürüb gedəcək. Yazıqdır, bu millət yazıqdır. Allah göydən baxır, vallah baxır. İntiqamı çox pis olacaq. Eləməyin bu milləti. Ziyalıları işlə təmin edin. Bu boyda zavod açılır, amma gedirsən ki, 2 gündən sonra qapısında qıfıl var. Bir nəticə yoxdur, işləyən yoxdur. Bax, gəlin sayaqda hələ ölkə prezidentinin iştirakı ilə açılış olan zavodlar, fabriklər bu vaxta qədər. Hanı, niyə işləmirlər? Əvvəl Ramiz Mehdiyevin boynuna yıxırdınız ki, Ramiz Mehdiyev idi, imkan vermirdi. İndi ki, Ramiz Mehdiyev yoxdur, çıxıb işdən, nə bilim, güya həbs olunub, nə olur? Bəs indi nə baş verir? İndi niyə insanlar işsizdir? Rayonlarda vəziyyət lap acınacaqlıdır. İnsanları torpaqdan uzaqlaşdırıblar, su vermirlər. Və indi biz nə edəyək, nə tər edəyək? Bax, siz deyin, bir çıxış yolu varmı? İnsanları bu qədər sıxmaq olmaz axı. Azərbaycan indi sanki ən böyük həbsxananı xatırladır. Sərhədlərimiz də bağlıdır. Kənara çıxa bilmirsən, gedib gələ bilmirsən. Kənara çıxmaq üçün ancaq təyyarədən istifadə eləməlisən. Hava nəqliyyatı. Heç olmasa dəmir yolunu açın. Başa düşürəm, regional təhlükəsizlik məsələləri var. Mən onu da başa düşürəm, yaxşı başa düşürəm. Amma bizim təhlükəsizlik orqanlarımız var, Daxili İşlər Nazirliyimiz var, digər hüquq mühafizə orqanlarımız var. Onlar hər halda aciz deyirlər də, bu xalqın keşiyini çəkə bilərlər. Bəli, mən başa düşürəm, bir müddət bağlı saxlamaq lazım idi. Elə indinin özündə açmaq lazım deyil. İranda bir müharibə gedir, Rusiyada bir müharibə gedir. 44 günlük müharibədə qalib gəlmişik, onun bədəlini bizə ödədə bilərlər. Onu da yaxşı başa düşürəm. Yaxşı, sərhədləri bağlı saxlayırsansa, o zaman içəridə bir nəfəslik yeri qoy da, iş yerləri aç. İnsanlar niyə çörəklə sınağa çəkirsiniz? Allah sizin balalarınızı çörəksiz mi qoysun deyim? Yox, mən qarğış eləmək istəmirəm. Allah heç kimi özünə görə balası ilə imtihan eləməsin. Bəzən yandığımızdan deyir, amma yandığımızdan. Axı, mən balamı çörəksiz qoyursunuz. Mən balamı çörəklə imtihan edirsiniz. İlahi ədalətdə bu var. Allah qurban olun, Allah böyükdür. Bir yolla birinin bir başqasına elətdirdiyinin eynisini dadızdırır. Amma bu xalqı belə eləməyin. Atalara iş yeri verin ki, balaları ac qalmasın. Sabah gəlib əskər aparacaqsınız. Dara düşəndə yenə də kasıbın ayağına düşəcəksiniz, yalvaracaqsınız. Mən indiyə qədər bir varının balasını şəhid görməmişəm, şəhid olduğunu görməmişəm, döyüşdüyünü görməmişəm. O kasıbdır da, bütün işi görən kasıbdır da, dövlətin yükü kasıbın üzərindədir də. Niyə belə eləyirsiniz? Belə hörmətli tamaşaçılar, sağ olun, salamat qalın. Yenə ürəyimizi boşaltdıq. Siz də şərh bölməsində yazıb
ürəyinizi boşalda bilərsiniz. Bir də ki, paylaşın, səsimiz hamı tərəfindən eşidilsin. Dövlətimizdən, dövlətçiliyimizdən müğayət olaq. Eyni zamanda ölkəmizdən də, özümüzdən də. Hələlik, sağ olun.